Mümin və müminələr, ilk növbədə özümü və sizi ilahi təqvaya dəvət edirəm. Bildiyiniz kimi, keçən günlərdə İran İslam Respublikasının keçmiş prezidenti Şəhid İbrahim Rəisi və o cümlədən Təbrizin İmam Cüməsi rəhbərin nümayəndəsi olan Hüccətülislam Seyyid Ali Haşim və Hüseyn Əmir Əbdullahyanın şəhadət günü idi, il dönümü idi. Allah Teala bütün dünyasını tərk edənləri, şəhidləri və bu əzizlərin də ruhun şad eləsin. Bir ömür İslam'a və Allah bəndələrini xidmət etdilər və bu dünyanı fida etdilər. Allah bizim də aqibətimizi xeyirli qərar versin inşallah. Əzizlər, qarşıda İmam Cavad əleyhissalamın şəhadət günü yaxınlaşır. Zilqədə ayının axırıncı günü İmam Muhammed Təqi 9-cu imamımızın şəhadət günüdür. İmam Muhammed Təqi əleyhissalam 8 yaşında tarixdə var. Gəlib 8 yaşında İmam Rıza əleyhissalam şəhadətə nail olur və imam olur, imamətə nail olur İmam Cavad əleyhissalam 8 yaşında. Bəli, görməmişdilər ta İmam Muhammed Təqi əleyhissalamın dövrünə qədər bir az yaşlı imam olsun, şiələrə, müsəlmanlara rəhbərlik eləsin. Ona görə də bəzi insanların qəlbində şübhə var idi. 7-8 yaşında bir uşaq ki, imamətə nail olsun. Yəni bu, bilirsiniz, imamət Allah tərəfindən təyin olan imam. 12 imam, Əziz İslam Peyğəmbəri buyurdu ki, bu məndən sonra mənim canişinlərim ki var, Həzrət Əli əleyhissalamdan ta İmam Zamana qədər, mənim vəzifəm budur ki, ilahi vəzifəm budur ki, mən sizə çatdırım ki, məndən sonra imam bu şəxslərdir. Yəni Allah təyin edib bu işi. Allah təyin edib. Görməmişlər 8 yaşında bir imam olsun. Amma İmam Muhammed Təqi əleyhissalam çox gözəl bir şəkildə, layiqincə imamətini, imamlığını çatdırdı və xidmət elədi İslama. İmam Cavad əleyhissalam məsum imamlar arasında ən cavan şəhidlərdən biridir. 25 yaşında tarixdə gəlib ki, şəhadətə yetişir İmam Cavad əleyhissalam. Hətta İmam Muhammed Təqi, İmam Cavad da deyirik, Azərbaycanda Təqi ləqəbi ilə daha çox məşhurdur. Bilirsiniz də imamların bir neçə ləqəbləri olur. Təqi, yəni təqvalı olan şəxsə deyərlər. Təqi. Cavad da, yəni o şəxsə deyərlər ki, səxavətli insana deyərlər Cavad. Və ləqəblərindən biridir. Hətta İmam Cavad əleyhissalamın yanına bir sıra adamlar gəldi ki, dedilər, ağa, bizə elə bir tutarlı dəlil, sübut dinən ki, bizi əmin ola ki, sən bu yaşda bizə imamsan və bu rəhbərlik sənin öhdəndədir. Deyir, Qurandan sizə cavab desəm necədir? Dedi, olar biz, bəli, Quranı qəbul edir. Dedilər ki, İmam Muhammed Təqi əleyhissalam işarətdir ki, elə ki, Həzrəti Məryəm xanım, Həzrəti İsa Peyğəmbər dünyaya gətirdi, gəldi cəmiyyət arasında, hərə bir söz dedi, iftira atdılar Həzrəti Məryəmə, dedilər, Məryəm, sənin anan ki, hətta bu sözü dedilər, sənin anan ki, həyalı xanım idi, ismətli, iffətli xanım idi, bu nə işdir?
Hazreti Məryəm işarə elədi Hazreti İsa peyğəmbərə. Çünki fəəşarat ileyh. Çünki Allah tərəfindən ona deyilmişdi ki işarə eləyəsən uşağa, sən işin yoxdur. Sən bir dənə işarə elə. Heç nə demə. Fəəşarat ileyh, işarə elədi. Dedilər ki, sən bizi məsxərə edirsən, körpə uşağa işarə edirsən, sən qundaqdan dünyaya gəlib. Necə bizlə danışacaq? Gördülər ki, qalə inni abdullah. Gördülər, Həzrəti İsa peyğəmbər qundaqda yenicə dünyaya gəlmiş, dil açdı. Dil açdı, dedi, qalə inni abdullah. Mən Allahın bəndəsiyəm. Mən peyğəmbərəm. İmam Muhammed Təqi Əleyhisselam dedi ki, necə olur ki, bir körpə uşaq təzə dünyaya gəlib. Allah tərəfindən rəhbər, peyğəmbər seçilir və deyir ki, dil açır və deyir ki, mən peyğəmbərəm. Mən 8 yaşında mümkündür. Yəni, ola bilməz mən Allah tərəfindən sizə imam təyin olunam. İmam Muhammed Təqi Əleyhisselam bu cür dəlilli sözlərlə onları qane elədi. Və Zilhiccə ayının biri də, bilirsiniz, Zilqədə ayından sonra Zilhiccə ayı daxil olur. İmam Cəvad Əleyhisselamın şəhadətindən sonra axırıncı gün, ondan sonra Zilhiccə ayı daxil olur. Zilhiccə ayı da, bilirsiniz, çox gözəl aylardan biridir. Qurban bayramı var və Zilhiccə ayının ilk günü, birinci günü Həzrəti Əli əleyhissalam və xanım Fatimə Zəhra salamın əleyhanın izdivac günüdür, həmin günü. Qurban bayramı var Zilhiccə ayında və bir sıra əlamətdar günlər var. Həzrəti Əli əleyhissalam, bəli, Qədrxumda inşallah gələn cümələrdə bizim əzizlərimiz bu haqda söhbət eləyərlər inşallah. Amma Həzrəti Əleyhisselam və xanım Fatimə Zəhra salamın əleyhanın izdivac günü bu həftəyə təsadüf eləyir. Ona görə mən işarə elədim. Baxın, hər il bizlər Həzrəti Əli əleyhissalam və xanım Fatimə Zəhra salamın əleyhanın izdivac gününü bayram kimi qeyd edirik. Çox gözəldir, bayram etmək, yad eləmək yaxşıdır. Amma bu yad etməkdir, bu tədbirlər nə üçündür? Bu tədbirlər onun üçündür ki, biz də həyatda bizim vəzifəmiz nədir? Necə yaşayaq ki, həm bu dünyamız saadətdə olsun və axırımız, aqibətimiz ki, məlumdur, axirət evi xeyirli olsun, aqibətimiz xeyirli olsun. İllər ötür, Həzrəti Əleyhissalam, xanım Fatimə Zəhranın izdivac günü, bəli, bayramlar qeyd edilir, söhbətlər olur, amma bu qədər görsən ki, boşanmalar var, bu qədər subaylar var görsən. Nəyə görə belədir? Nəyə görə bir insan ailə qurandan sonra, o qədər adam eşitdi bu boşanmayı, artıq eşidirsən ki, bir nəfər boşanıb, çox da adam təəccüb eləmir. Təəccüb eləmirsən. Demirsən, niyə belə oldu da, təəccüb boşanıb da, adi bir şey, adiləşib. Nəyə görə? Belə düşünürəm ki, bizim o böyük şəxsiyyətlər ki, Peyğəmbərdən sonra bilirsiniz, ikinci şəxsiyyət, aləmdə ikinci şəxsiyyət, şərafətli insan, kəramətli insan, Həzrət Əleyhisselamdır da. Həzrət Əleyhisselam buyurdu ki, mən Peyğəmbər Hira mağarasına gedəndə, ibadət eləyəndə mənə buyurdu ki, Peyğəmbər buyurdu ki, ya Əli, deyir, mən nalə səsini eşitdim. Elə ki, Peyğəmbər 40 yaşında, Əziz İslam Peyğəmbəri Peyğəmbər oldu, Cənab-ı Cəbrail nazil oldu və ilk 5 ayəni tilavət etdi. Deyir, mən nalə səsini eşitdim. Əziz İslam Peyğəmbər buyurdu ki, ya Əli, bu şeytanın naləsidir. Nalə çəkir ki, daha bundan sonra yer üzərində bütpərəstliyin sonu olacaq. Da insanlar bütə yox, Allaha pərəstiş edəcəklər. Ona görə naimid olub, nalə çəkir. Deyir, ondan sonra Əmir əl-Müminin əleyhisselam buyurur ki,
Əziz İslam Peyğəmbəri mənə belə buyurdu. Ya Əli, mən gördüyümü sən də görürsən, mən eşitdiyimi sən də eşitirsən. Mən sonuncu Peyğəmbərəm, sən mənim canişinimsən. Baxın, böyük bir şəxsiyyət Həzrət Əleyhisselam. Və xanım Fatimə Zəhra salamullah əleyha da ki, Kavsər surəsi və alimlər, müfəssirlər buyururlar ki, Kavsərdən məqsəd həmin xanım Fatimə Zəhra salamullah əleyhadır. Kavsərə görə xanım Fatimə Zəhranı Allah Teala əta etdiyinə görə əmr edir ki, Fəsalli li rabbika vanhar. Ey Peyğəmbər, Kavsəri çoxlu xeyir, bərəkət olan xanım Fatimə Zəhranı sənə əta etdi. Sənə əta etdim. Onun müqabilində namaz qıl və dəvə heyvanından sən nə ilə vanhar, qurban kəs. Bu qədər önəmlidir. Görün xanım Fatimə Zəhranın məqamına, əzəmətinə baxın. Peyğəmbər deyir, xanım Fatimə Zəhranı əta etdiyimə görə namaz qıl və qurban kəs. Bu iki şəxsiyyətin izdivacından, düzdür, çox ömürləri çox uzanmadı. Bilirsiniz, xanım Fatimə Zəhra az bir müddətdə Peyğəmbərin vəfatından sonra şəhadətə yetişdi. Amma o az bir, məhdud bir zaman ki var, onların bərəkətli izdivacından ta indiyə kimi və bundan sonraki nəsil də əgər o yolu geçsələr, əgər diqqət eləsələr, belə başa düşürəm ki, ailədə bu boşanmaların sayı azalar. Bax, onların həyatına biz diqqət edək. Bir gün Əziz İslam Peyğəmbəri gəldi xanım Fatimə Zəhranın evinə. Gördü ki, xanım Fatimə Zəhra heç çalışır. Da indi kimi vəziyyət deyil ki, indi qaz var, görürsən xanımlar, bəli, indi də xanımlar zəhmət çəkirlər, evdə bütün işlərin qayğısının, həyat yoldaşının, uşaqların qayğısına qalırlar. Onları gərək biz kişilər dəyərləndirməliyik onları. Zəhmət çəkirlər, amma siz təsəvvür edin xanım Fatimə Zəhranın dövründə özü yeməyi hazırlayırdı, ocaq qalırdı, uşaqların qaydına qalırdı, bütün işləri görürdü. Əziz İslam Peyğəmbəri gördü ki, qızı xanım Fatimə Zəhra bu qədər zəhmət çəkir, kövrəldi, dedi, qızım, inşallah bir gün gələr, sən rahat olarsan. Yəni, bütün bu çətinliklər, bu zəhmətin inşallah bir gün bəhrəsini görəcəksən. Bilirsiniz, xanım Fatimə Zəhra nə dedi? Elə bir söz dedi ki, həm xanımlar üçün, həm bütün bəşər üçün nümunədir bu söz. Və xüsusən xanımlar üçün. Dedi ki, atacan, mən bu işləri görməklə, mən həyat yoldaşım Həzrəti Əlinin evində ona xidmət eləməklə, bu işləri görməklə mən şadam mən. Mən çox özüm yaxşı hiss edirəm. Mən razıyam. Mən həyatımdan razıyam. Təsəvvür edin. Əgər bir şəxs, bir cavan, bir gənc bu həyata baxsa, bu cürlə həyata baxsa, o yolu geçsə xanım Fatimə Zəhranın həyatını diqqət eləsə, heç vaxt bu məsələlər ortaya çıxmaz və ailələr daha da xoşbəxt olar. Allahın verəm izzəti cəlal nəzmətinə Allah Teala bizim gənclərimizi inşallah xoşbəxt eləsin və tez bir zamanda o subaylarımız ki var, illər ötür, yaşları keçir, bəli, İnşallah Allah onlara İmam Zaman Ağa bəyənən yaxşı bir İslami ailə nəsib eləsin inşallah. Bu niyyətə bir salavat zikr edək. Allahümme salli ala Muhammed. Əzizlər, biz bəzən belə fikirləşirik ki, ibadət yalnız evdə, bu məkanda, Hüseyniyyədə, məsciddə və ya ziyarətgahlarda gedəndə ibadət edirik, biz namaz qılırıq, moizə olunur, Quran oxuruq, ibadət bunlardan ibarətdir. Biz bəzən belə fikirləşirik ki, ibadət bunlardır. Bunlar olmasa, bəli, insan yolunu azmış olar, bəli, doğrudur. Bunlar başladır, bunlar olmasa, ibadət, namaz ki, vacibdir, insan bunlara gəlib, vaxtı, namazları vaxtında qılmağı çox önəmlidir əzizlər. Çox önəmlidir namazları vaxtında, sübh namazını vaxtında. İnsan gələ, mömin gələ öz həyatını
proqramla gedə yaşayan. Namaz onun həyatının bir hissəsi olmalıdır, əzizlər. Necə ki, biz yaşayışımızda hər hansı bir işi dəqiqliklə istəyirik yerinə, onun üçün vaxt ayırırıq da, belə deyək. Mən bu işi filan vaxtda görməliyəm. Bu qədər biz həssasıq bu işə. Biz namaz məsələsində gələ buna diqqət edək. Günorta namazı mənim namaz vaxtım. Allahla razı niyaz var. Bu vaxtı mən gələ elə işimi qurmalıyam ki, həmin vaxtı mənim işim olmamalıdır. Və ya işim onu dayandırmalıyam ona. Sübh namazı vaxtıdır. Bunlar çox önəmlidir. Və şam işə namazıdır. Bunlar öz yerində. Amma əzizlər, bir sıra ibadətlər var ki, biz bəzən təəssüflər olsun ondan qəflətdə oluruq. O nədir? Allahın məxluquna xidmət eləməkdir. Peyğəmbər Əhl-i-Beyt əleyhissalam biz həyatına baxsaq, əgər onun tarixindən danışsaq qurtarmaz. Bu qədər insanlara xidmət ediblər. Qur'ana biz müraciət edək. Görək bu barədə Qur'anda ayələr var. Allah Qur'anda buyurur ki: "Və əhsinu innallaha yuhibbul muhsinin." Yaxşılıq edin. Həqiqətən Allah yaxşı insanları sevir. Yaxşılıq edin nə mənada? Yəni yaxşılıq edin. İnsanların dərdinə yəni şərik olun. Aleykümselam. Bir mümindir, görürsən onun maraqlanmaq lazımdır. Bir cavandır görsən, mümindir. Bir maraqlanmaq lazımdır. Görək onun işi, gücü var ya yoxdur. Bəzən biz qəflətdə olur əzizim. Daim məsciddə və ya Hüseyni digər yerlərdə daim bir yerdə çiyin namaz qılır, amma ona maraqlanmır bu cavanla. Ki bunun dərdi səri nədir? Nə problemi var bunun? Bunlar çox önəmlidir əzizim. Xidmət insan gərək xidmət eləməlidir. Əhl-i-Beyt əleyhissalam bu xidmətləri eləyərdi. Çox əhəmiyyət verərdi. Bu qədər önəmlidir xidmət. 2 nəfər qarşıda da həcc ziyarətdə gəlir. 2 nəfər qərara gəlirlər ki, Mədinə şəhərində əziz İslam Peyğəmbərini ziyarət eləsinlər, o Məscid-i Nəbəvidə ibadət, itaat eləsinlər, ziyarətə getsinlər. Bilirsiniz də, Peyğəmbər məscidində ibadətin çoxlu fəziləti var. Bunlar yola düşdülər. Belə oldu ki, yolda bu 2 nəfərdən biri möhkəm xəstələnir. Bəli, çatırlar Mədinəyə. Bunun yoldaşı ki var, bununla birlikdə gəlmişdi, gördü bu uzanıb, yataqdadır, möhkəm xəstədir, gələ bilməyəcək bununla ziyarətə. Deyir, yaxşı, mən bu qədər yolu gəlmişəm. Mən gəlməmişəm ki, bunun başının üstünə qalın, bunu xidmət edəyəm. Mən gəlmişəm, Peyğəmbəri ziyarət edəyəm. Mən gəlmişəm, orada eşitmişəm, hədislər var ki, Məscid-i Nəbəvidə, Peyğəmbərin məscidində ibadət eləməyin bu qədər savabı var, bu qədər fəziləti var, Quran oxumayın bu qədər. Bəli, bu öz həmkarını, bu zəvvar yoldaşının başını buraxır, gəlir ibadət itaat eləməyə. Bu söz İmam əleyhissalamın qulağına çatır. İmam deyir ki, onun öz zəvvar yoldaşına qalıb xidmət eləsəydi, həmin anda. Baxın, gərək insan bilməlidir vəzifəsini. Bəzən biz hökmləri, bir sıra hökmləri bilirik. Amma həyatımızda bir sıra qarşımızda işlər çıxır ki, həmin vaxtı mən bilməliyəm mənim vəzifəm nədir. O çox önəmlidir. Mən bilməliyəm həmin anda, indi bugün mənim vəzifəm nədir, ilahi vəzifəm, onu yerinə yetirməliyəm. Bəzən biz bundan qəflətdə olur. İmam deyir ki, bu qəflətdə oldu. Baxın, o Peyğəmbərin məscidində namaz qılmayı eşitmişdi ki, bu qədər fəzilət savabı var. Bu belə fikirləşdi ki, mən orada ibadət eləsəm, düzdür, bu da savabdır. Buna xeyr. Amma onun savabı bundan çoxdur. Belə fikirləşdi. Da bilmədi ki, bunun vəzifəsi başqadır həmin anda. İmam deyir ki, o qalsaydı, öz zəvvar yoldaşı gəlmişdi, onun başının üstünə qalsaydı, ona xidmət eləsəydi, Peyğəmbərin ziyarətinə getmişdi. Peyğəmbəri ziyarət eləməkdən, o Peyğəmbərin məscidinə ibadət, itaat eləmək, Quran oxumaqdan daha fəzilətdir. Bu qədər önəmli məsələdir. İnsanlara xidmət eləmək, mərhum İmam Xümeyni, Allah ruhunu şad eləsin. Bəli, bu yaxınlarda da onun il dönümü olacaq. Buyurur, xalqa, millətə
xidmət eləmək ibadətdən sayılır. Yəni İmam Xomeyni də İslam dinində Peyğəmbər Əhl-i-Beytin rəvayətlərinə əsasən bu sözü deyir əzizim. İbadət biz eləyə bilərik, bütün işlərimizi ibadətə çevir əzizim. Xalqullah, Allah məxluquna xidmət eləmək. Bu qədər önəmlidir. Quran deyir ki, fəstəbiqul xayrat, xeyir işlərdə yarışın siz. Rəqabət yapın xeyir işlərdə. Görürsən sənin bir mömin qardaşın, bir yoldaşın, həmkarın görürsən, yaxşı işlər görür, sən çalış daha da ondan da üstün, daha da çox yaxşı işlər gör. Bu işləri, bunlar lazımdır. Və Peyğəmbərimiz buyurur ki, bu Quran ayəsindən mən sizə gətirdim, dəlil olaraq Peyğəmbər nə buyurur? Buyurur ki, xayrun nasi ənfəuhum linnas. Sizin ən yaxşınız, ən xeyirli insanınız kimdir? Biz bəzən görürsən deyir axı, filan kəs çox zirək adamdır. Filan kəs çox belə. Amma baxırsan görürsən ki, nəyə görədir? Onun o sözünə görə, əslində İslam dininə görə, İslam nöqtədən, Peyğəmbər Əhl-i-Beytinə görə, bəli, o cüründən deyil. O insanın xeyirli adamlardan deyil, yaxşı insanlardan deyil. Peyğəmbər burada sizin ən yaxşını bilmək kimlərdir? Kim xeyirli insandır, daha yaxşı insandır? Ənfəuhum linnas. İnsanlara ən faydası olan, faydası, mənfəəti çatandır. İmam Əleyhisselam buyurur ki, Nəhc-i Bəlağada deyir, insanlarla elə qaynayıb qarışın ki, əgər dünyavızı dəyişsiz, arxavızda ağlayarlar. Əgər həyatdasınızsa, şad olarlar. Dua eləyərlər ki, belə bir şəxs aramızda var. İnsan budur, bəli. Xülasə, insan eləyə bilər həyatında bir iz qoya. Deyir o, bir söz var, deyir, tikdim ki, izim qala, tikmədim ki, özüm qala. Səhv eləmirəmsə belədir. Yəni, yaxşı sözdür. Yəni, bu söz ki var, insan həyatda iz qoymalıdır. İnsan necə həyatda iz qoya bilər? Böyük şəxslər necə iz qoydu əzizim? Böyük şəxslər necə iz qoydular? Peyğəmbər Əhl-i-Beyt hələ də görürsən ki, insanların qəlbində bu qədər Əhl-i-Beytə qarşı düşmənçilik edirlər, Vahabilər bir yandan, hərə bir yandan İslamın qatı düşmənləri var. Amma görürsən, hələ də insanların qəlbində qarşıda Məhərrəm ayı, Zilhiccə ayından sonra Məhərrəm gəlir. Bütün düşmənlər bir il ərzində bu qədər işlər görürlər. Yeniyetmələr üçün, gənclər üçün, cavanlar üçün, ortaya hər bir təbəqə üçün bu qədər işlər görürlər ki, Əhl-i-Beytdən, həqiqi İslam dinindən insanları ayırsın. Yəni, insanlar müsəlman olsun, amma necə müsəlman? Ruhsuz. Necə ki, İmam Əleyhisselam buyurdu o hədisdə. Dedi ki, o insanlar kimlərdir? Tərk eləsə, nəyə yazı mümkəri? Onlar yaşayırlar, amma ölü kimidirlər. Düşmənlər bu cür istəyir. Adı müsəlman olsun. Amma elə ki, Məhərrəm ayı gəlir, fikir verirsiniz, Məhərrəm ayı gəlir. Bütün onların gördüyü işdə hamısı alt üst olur. İmam Hüseyin Əleyhisselamın o Kərbala vaqiəsi ki var, hamısılar alt üst edir. Bu qədər insanların qəlbində bunlar yer ediblər. İz qoyublar bunlar. Əhl-i-Beyt əleyhissalam. Allahın verəm izzəti cəlalına, əzəmətinə Allah bizi bu həyatımızda Allahın məxluqlarına xidmət etməkdə bizə kömək olsun inşallah. Əzizlər, Allahın məxluquna xidmətinin mən bir neçə bərəkətindən, təsirindən deyim, xutbamı tamam edeyim. Biri budur ki, ilk növbədə insanlara Allah məxluquna xidmət etməklə Allahın rizayətini qazanmış oluruq biz. Allahın rizayətini. Çünki ilk növbədə Allah bu işdən razıdır. Allah bu işdən razı olduğu üçün və onun razılığını əldə edir. İkinci məsələ budur ki, insanların, cəmiyyətin məhəbbətini qazanmış olur. İnsanların. Yaxşılıq belədir. İnsanların qəlbi.
Cəfər Kəzzab eşitmisiniz. İmam Əliyün Nəqi əleyhissalam. Bəzən olur, nurdan zülmət olur, zülmətdən nur. İmam Əliyün Nəqi əleyhissalam bir oğlu vardı, adı Cəfər idi, Kəzzab ləqəbini almışdı. Kəzzab yəni yalan danışan yox ha. Nəfəsi belə deyir öz dilimizdə. Nəfəsi yalanla gedib gələnə. Çox yalan danışan deyirlər. Adam var, yalan danışmasa yaşaya bilməz. O belə bir adam olur. Bir gün gəldi, istədi ki, qardaşı İmam Həsən Əskəri əleyhissalamdan sonra istədi özü rəhbər olsun. Gəldi Abbasların yanına. Bu bilirsiniz də bu zalimlər Abbaslar xilafətdədirlər. Gəldilər bu Abbasların yanına, dedi ki, mənə dəstək olun bu işdə. Qardaşımdan sonra mən olum rəhbər. Bilirsiniz nə dedi ona? Dedi ki, bizim nəslimiz, bizim əcdadımız və bizdən qabaqçılar da, bizim əcdadımız bu qədər, bu Əhl-i Beytin dostlarına zülm etdilər, baş kəsdilər, bu qədər qanlar töküldü. Amma cəmaət əl çəkmədi bunlardan. Əgər sən doğrudan, bu sözə diqqət edin, əgər sən doğrudan da bunların həqiqi rəhbərisənsə, yəni qardaşınısan, sən doğrudan da bunların rəhbərisənsə, ehtiyac yoxdur bizim səni dəstək. Heç bir şəxsə ehtiyac yoxdur kimsə səni dəstək olsun, kömək eləsin bu işdə. Cəmaət özü qəbul edəcək sizi. Səni qəbul edəcək. Amma yox, əgər bu cür olmasa, xeyri yoxdur. Yəni bizdən qabaqçılardır, bizim babalarımız bu işi bacarmadılar. Biz nə edə biləcəyik? Yəni demək, sən əgər doğrudan həqiqətən Allah tərəfindən təyin olunmusansa, bəli, Allah tərəfindən imamət məsələsi belədir ki, heç vaxt heç bir insan imaməti imamın əlindən ala bilmədi ki. Düzdür, xilafətdən, səhnədən uzaqlaşdırdılar. İmam Əli əleyhissalam bilirsiniz, 4 il neçə ay xilafətdə oldu. Ondan sonra da İmam Həsən əleyhissalam. Deməli ki, xilafətdən uzaqlaşdırdılar. Amma imamətin əlindən ala bildilər. Xeyr, imamət məsələsi başqa, rəhbərlik başqa bir şey. Yəni demək istəyirsiniz, bu cürləndə əzizim, Əhl-i Beyt əleyhissalam bu cürləndə insanların qəlbində Əhl-i Beyt məhəbbəti vardır. İnsanların qəlbində İmam Hüseyn məhəbbəti var ki, alovlanıb heç vaxt sönməyəcək. Və o cümlədən insanların qəlbində İmam Hüseynin düşmənlərinə, o dövrün şümürlərinə və bu zamanın şümürlərinə də nifrət var ki, necə ki şəhid mütəhhir demişdi ki, Hicrətin 61-ci ilində o dövrün şümrü ilə işiniz olmasın sizin. Hərmələrlə işiniz olmasın sizin. Onlar cəhənnəmi qazandılar, cəhənnəmdədirlər, onlar getdilər. Siz zamanımızın şümürlərini tanıyın. Zamanımızın şümrü kimdir? Ona qarşı sizdə nifrət hissi olsun. Ona qarşı siz onlara qarşı düşmən. Allahın dostunun dost, düşmənlərin düşməni inşallah. Allah'ın verəm izzəti cəlal nəzmətinə. Allah gələn günlərimizi xeyirli qərar versin inşallah. Allah bu cüməmizdə mübarək qərar versin. Bismillahirrahmanirrahim.